Hər birinizi salamlayıram əziz yoldaşlar. Video dərsimizdə Python istifadə edərək Shapiro testinin həyata keçirilməsini biz öyrənəcəyik. Bunun üçün fayl bölməsinə daxil olub new file deyirik və Jupyter Notebook formasında faylımızı açırıq, yaradırıq. Daha sonra mən bura 2 ədəd kitabxananı import etməliyəm. Bunun üçün import pandas spd deyərəm. Daha sonra from scipy.stats deyərəm və import Shapiro deyərəm. Beləcə mən bütün funksiyaları oraya yükləməmiş olaram, kompüterə yormamış olaram, sadəcə Shapironu oraya yükləməklə işimi görə bilmiş olacam. Daha sonra isə funksiyaları run etdikdən sonra görürük ki, burada corrected işarəsi gəlir. Daha sonra mən öz faylımı əlavə etməliyəm. Bunun üçün df bərabərdir pd.read Excel deyirəm. Çünki mənim yaradacağım fayl burada Excel'dir, amma sizin yazacağınız fayl CSV-dirsə onu əlavə edirsiniz. Daha sonra onun həmin faylın kompüterdəki pəsini ora əlavə etməlisiniz. Aydın məsələdir ki, burada dırnaqları yox edirik və burada 2 ədəd işarənin olmasına diqqət etmək lazımdır. Daha sonra bu funksiyanı da buradan df-ni biz run edəsi olsaq, görərik ki, bizim məlumatlarımız bura cədvəl formasında düşəcəkdir. Görürük ki, bu məlumatlar artıq cədvəl formasındadır. 500 sətirlik bir sütunluq burada məlumat var. Daha sonra yeni bir kod yaradırıq və indi biz nə istəyirik? İstəyirik ki, bu məlumatları yuvarlaqlaşdıraq. Yuvarlaqlaşdırmaq üçün isə birinci datanı biz əlimizə almalıyıq. Data bərabər olacaqdır. df qapalı mötərizə, çünki qapalı mötərizə biz nə isə seçmək istəyəndə options bölməsində, yəni orada select eləmək istəyiriksə, o bizə lazım olacaqdır. Buradan isə data yazırıq və artıq datanı mən çağırdığım zaman görürəm ki, onu data formasında çağıracaqdır. Daha sonra isə yazıram ki, data 1 bərabərdir round mötərizə açıram, data və 2 desəm, gəlin görək nə baş verəcək. Data 1 deyirəm və hal-hazırda həmin məlumatları ikinci dərəcədən yuvarlaqlaşdırmışdır. Daha sonra isə mən istəyirəm məlumatları normal paylamasını yoxlayım. Bunun üçün yazıram ki, Shapiro t-test Shapiro t-value düzdür, bərabərdir. Shapiro data 1 burada qeyd edirəm. Print deyirəm, dırnaq işarəsi açıb bura f atıram, çünki f-string yazacağam. F-stringin də mənası o idi ki, biz mətlərin içərisinə dinamik olaraq dəyişə bilən məlumatlar da əlavə edə bilirdik. Burada yazırıq ki, Shapiro t-test bərabərdir. Bunun içərisinə bir dənə fiqur mötərizə açırıq. Fiqur mötərizə içərisinə funksiya yaza biləcəyimiz funksiyalardır. Burada bir dənə round yazıram və daha sonra burada Shapiro t-testini əlavə edirəm və burada 2 yazıram. Sonra isə burada drop n qoyuram. Çünki bunu nə üçün edirəm? Ona görə ki, təbii ki, qapalı mötərizənin içində olmalıdır bu. Bunu niyə görə edirəm? Bu enter əvəzləyir. Bizim kompüterimizdə enter etdiyimiz əməliyyatları əvəzləyir. Significant nöqtə yazıram. Bərabərdir. Fiqur mötərizə olmalıdır və Shapiro p-value əvvəlinə də bir dənə round yazsaq, arasına da bir dənə 2 qoysaq bura, məsələni həll etmiş olacaq. Ardınca isə görərik ki, bəli, həqiqətən də burada significant dəyər %77-də çıxmışdır. Bizim də şərtimizə görə, əgər bu dəyər %5-dən böyüksə, demək ki, məlumat normal paylanmışdır əziz yoldaşlar.